və Azərbaycanda baş vermiş ən son yeniliklərlə studiyada Lalə Azərtaşlı əvvəlcə günün baş xəbərlərinə nəzər salır. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı coğrafiyasında ilin dövlət başçısı seçildi. ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanda səfərdədir. Xarici İşlər Naziri Elmar Məmmədyanov Minsk qrupunu fəaliyyətini daha da intensivləşdirməyə çağırdı. Ukraynadan ATƏT-ə sədrlik edən ölkə kimi Viyanada belə iclasların daha tez-tez keçirilməsini xahiş edirəm. Minsk qrupunun həmsədrləri Moldovalı ombudsmandan nümunə götürməlidir. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov. Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlaması ilə əlaqədar fətva verdi. Müqəddəs ayda niyyət axşamı və Qədir gecələrinin tarixi açıqlandı. Azərbaycanda pensiyaların artımı üçün fonda kifayət qədər vəsait toplanıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov. Pensiyaların artımını maliyyələşdirmək üçün tam maliyyə vəsaitlərinə malikik. Tərtər polisi 6 uşaq anasını saxladı. Dilənçi qadın tamahına hakim ola bilmədi, oğurluğa da əl atdı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə xəbərdarlıq etdi. Standarta uyğun olmayan mobil cihazların istismarına məhdudiyyət tətbiq olunacaq. Sistem tərəfindən onun istismarına məhdudiyyət tətbiq olunur. Kəndlinin ağır zəhmətlə ərsəyə gətirdiyi məhsul niyə bazar problemi ilə üzləşir? Elə bazar var ki, içməyə vuraq, həndəvər qoymazlar. İndi isə daha ətraflı. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında onlayn keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının coğrafiyasında ilin dövlət başçısı seçilib. Bu barədə qərar iyulun 6-sında Dialoq və Əməkdaşlıq İslam Konfransı Gənclər Forumunun və Malayziya Beynəlxalq İslam Universitetinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı modeli sammitinin bağlanış mərasimində elan edilib. İlin dövlət başçısı nominasiyasında iştirak etmiş və İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi və eləcə də bu ölkələrin sosial-iqtisadi inkişafı, beynəlxalq mövqelərinin gücləndirilməsi sayəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu nominasiyanın qalibi elan edilməsi isə təsadüfi sayıla bilməz. Müsəlman ölkələrinin həmrəyliyi, birliyi çox böyük strateji əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan dövlətini İslam dünyası ilə birgə tariximiz, mədəniyyətimiz və mənəviyyatımız birləşdirir. Təsadüfi deyil ki, Azərbaycan İslam Konfransı təşkilatının son illər ən fəal üzvlərindəndir və bu nüfuzlu beynəlxalq qurumun daha da möhkəmləndirilməsinə öz layiqli töhfəsini verir. Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi də bunun əyani sübutudur. Elə ölkə prezidenti İlham Əliyevin Azərbaycanın da bir parçası olduğu İslam dünyası ilə bağlı fikirlərini ölkəmizin bu sahədəki siyasətinin ana xətti də hesab etmək olar. Biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına cəhd edirik. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik. Həm siyasi sahədə, həm də iqtisadi sahədə daha sıx əməkdaşlıq etməliyik. Statın sonu. Azərbaycan Prezidenti zaman-zaman beynəlxalq tribunalardan İslam ölkələrinə səslənərək zamanın çağırışlarına birgə hazır olmağa, İslam dəyərlərindəki humanizm və tolerantlıq prinsiplərini olduğu kimi dünyada, xüsusilə də qərbdə təbliğinə diqqət ayırmağa çağırması və bu istiqamətdə real addımları isə onu İslam dünyasına yeganə reformator lider səviyyəsinə qaldırıb. Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısındakı açılış nitqində dövlət başçısının söylədikləri də bu baxımdan diqqət çəkir. Stat: Bəzi ölkələrdə İslamofobiya meyllərinin güclənməsi, İslam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir. Statın sonu. Göründüyü kimi dünyəvi çağdaş Azərbaycan dövləti həm də bütün dünyada İslamın gerçək təəssübkeşi kimi də çıxış edir. Bunlar siyasi arenada real addımlarda da özünü göstərir. Məsələn, Azərbaycan qardaş Fələstin xalqının haqq işində daim yanındadır. Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransı da məhz 2013-cü ildə Bakıda keçirildi. Əfqanistanda sülhün və təhlükəsizliyin bərpa olmasında, bu ölkədə iqtisadi infrastrukturun bərpasında Azərbaycan layihələr və maliyyə dəstəyi ilə yaxından iştirak edir. Ölkə daxilində də İslam tarixi abidələri, inanc yerlərimizin əsaslı bərpası və istismara verilməsi də son illər sürətlənib. Azərbaycanda yeni məscidlər inşa olunur, bərpa edilərək dindarlara təhvil verilir. İnsanların söz, etiqad azadlıqları da günü-gündən möhkəmlənir. Belə Azərbaycan Prezidentinin İslam coğrafiyasında ilin dövlət başçısı qərarını elan edən
İslam Əməkdaşlıq Təşkilatı modeli sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Əbdüləziz Belqut da öz çıxışında bildirib ki, Prezident İlham Əliyev ilin dövlət başçısı seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İslam ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım və bütövlükdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının İslam həmrəyliyi istiqamətinə fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb. Aris Darverdiyev, Vüqar Bektaş, ATV Xəbər. Prezident İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Qazax rayonu icra hakimiyyətinə prezidentin ehtiyat fonundan 2 milyon manat ayrılıb. Prezident İlham Əliyev Kolumbiya Respublikasının Xarici İşlər Naziri xanım Maria Angela Olguin-Cuellar'ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə də genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı əlaqələrimizin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib. Əməkdaşlığımızın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanaraq Kolumbiya Respublikasının Xarici İşlər Naziri xanım Maria Angela Olguin-Cuellar'ın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın Xarici İşlər Naziri Leonid Kojaranı qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişafından məmnunluq ifadə olunub. Xarici İşlər Naziri Elmar Məmmədiyarov ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın Xarici İşlər Naziri Leonid Kojar ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair mühüm məqamlara toxunub. O, Minsk qrupunun fəaliyyətini daha da intensivləşdirməyə çağırıb. Yaxın vaxtlarda Xarici İşlər Naziri Elmar Məmmədyarovla həmsədrlərin daha bir görüşü keçiriləcək. Görüşün formatının hələlik bəlli olmadığını deyən Xarici İşlər Naziri Elmar Məmmədiyarov, vasitəçilərin bu ay Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə birlikdə yaxud da ayrı-ayrılıqda görüş keçirmə niyyətində olduğunu bildirdi. Xarici İşlər Naziri Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Ukraynanın Xarici İşlər Nazirini Minsk qrupunun fəaliyyətini aktivləşdirməyə çağırdı. Те переговоры, которые сейчас идут, как вы знаете. Biz həmsədrlərin səsləndirdiyi və Böyük Səkkizliyin sammitində ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri tərəfindən təsdiqlənmiş prinsipləri əsas götürərək irəliyə doğru hərəkət etmək niyyətindəyik. Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Biz hər tərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarıyıq. Ermənistan isə söz gedən müqavilə üzərində işə başlamağı hələlik məqbul saymır. ATƏT sədrindən Minsk qrupunu öz fəaliyyətini daha da intensivləşdirməyə çağırıram. Ukraynanın ATƏT sədrliyi dövründə dondurulmuş münaqişələrin həllində pozitiv dinamikaya nail olmaq üçün əlindən gələni edəcəyini diqqətə çatdıran Xarici İşlər Naziri Leonid Kojara Azərbaycan və Ermənistan arasında humanitar əlaqələrin inkişafını dəstəklədiyini bildirdi. Hesab edirik ki, Azərbaycanın və Ermənistanın ictimai təşkilatları humanitar fəlakətin qarşısını almaq üçün bir-biri ilə daha çox təmas qura bilər. Bu il ATƏT sədrliyi edən Ukrayna münaqişələrin həlli prosesini fəallaşdırmağa çalışacaq. Lakin biz sədr kimi 57 ölkənin adından çıxış edirik. Ona görə də kollektiv şüuru nəzərə almalıyıq. Biz onları kollektiv həll istiqamətində kökləmək istəyirik. Biz həmçinin tərəflərin danışıqlar aparmasına şərait yaradan mövcud mexanizmləri dəstəkləyirik. Payızda keçiriləcək prezident seçkisinə toxunan nazirlər seçki prosesini izləmək üçün ATƏT müşahidəçilərinin Azərbaycana dəvət olunacağını da bildirdilər. Aytən Əhmədova, Rəşad Əbilov, ATV Xəbər. Xarici İşlər Naziri Elmar Məmmədiyarov Kolumbiyanın Xarici İşlər Naziri Maria Angela Olguin-Cuellar ilə görüşü zamanı gündəmdə olan daha bir məsələ, Moldova ombudsmanı ətrafında yaranan vəziyyətə də münasibət bildirib. Moldovaya qayıdarkən o xanıma ki, hansı bir repressiya altına düşməsin Moldova hökumətindən, çünki bəlkə beləcə məsələlər ola bilər. Amma biz məsələləri əlbəttə ki, izləyirik və bizim səfirimiz Moldovada bunu izləyir və bizim əməkdaşlarımız burada izləyir.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir. Moldova ombudsman Aureliya Qrigorin İrəvanda Ermənistanı işğalçı adlandırmasını mən ilk növbədə belə şərh edərdim. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib ki, xanım Aureliya Qrigoria çox cəsarətli hərəkət edib, hər şeyi öz adı ilə səsləndirib. Həm də bunu Ermənistanın paytaxtında edib. Əli Əhmədov qeyd edib ki, xanım Qrigoriyadan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürülməlidir. Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri, bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri Moldova ombudsman Aureliya Qrigorinin çıxışını dəstəkləmək məqsədi ilə tədbir keçirib. Tədbirdə Azərbaycan Diaspor Təşkilatına müraciət qəbul edilib. Müraciətdə Azərbaycanın haqq səsini ermənilərin qanunverici orqanı olan parlament binasında Aureliya Qrigori tərəfindən dünya ictimaiyyətinə çatdırılması alqışlanıb. Tədbir iştirakçıları tərəfindən xanım Aureliya Qrigoriya təşəkkür məktubu göndərilib. Sonda ermənilərin törətdiyi Xocalı soyqırımına həsr olunan fotostenda baxış keçirilib. Film nümayiş olunub. Nəhayət, həqiqət öz qələbəsini çalır və dünya, bəşəriyyət Azərbaycan həqiqətlərini tanıyır. Bugün Ermənistanın vəhşiliyi, vandalizmi göz qabağındadır. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkabamalbomu qəbul edib. Görüşdə Bakıda keçirilən hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkil göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib. Qafqaz Müsəlmanları İdarəsi 11 ayın sultanı olan Ramazan ayının başlaması ilə əlaqədar fətva verib. Sabah niyyət axşamıdır. Müqəddəs ayda niyyət axşamı və Qədir gecələrinin tarixi açıqlanıb. Bugün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlaması ilə əlaqədar fətva verdi. Şuranın icrasında Ramazan ayının ilk günü miladi təqvimlə iyulun 10-da başlandığı, iyulun 9-unun orucluğu niyyət gecəsi olduğu bildirildi. Qeyd olunduğu kimi hər ehtimal qarşı iyulun 9-u orucun tutulması müstəhəb, yəni bəyənilən addım hesab olunur. Ramazan bayramının isə ayın görünməsindən asılı olaraq avqustun 8-i və ya 9-una təsadüf edəcək. Qafqaz müsəlmanlarının sədri Hacı Allahşükür Paşazadə Ramazan ayının İslam aləmi üçün əhəmiyyətindən danışaraq müsəlmanları xalqımız, millətimiz üçün dualar etməyə çağırdı. Hacı Allahşükür Paşazadə İslamın müxtəlif məzhəblərinin vəhdəti məsələsinə toxunaraq bildirdi ki, Azərbaycanda müxtəlif məzhəbli dindarların ibadət etdiyi məscidlərdə müəyyən olunmuş vahid vaxtı azan verilməsi vacib məqamdır. Qafqazın şeyxi eyni zamanda bildirdi ki, bu qaydaya riayət edilməsi üçün təbliğat aparılır. Şeyx siyasətçilərin iftar adı altında məscidlərdə təbliğat kampaniyası aparılmasının da yol verilməz olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə Azərbaycanda din dövlətdən ayrıdır və hər bir kəs inanclarından asılı olmayaraq qanun qarşısında bərabərdir. Siyasi adamların məscidə müdaxilə etməsi və məscid işinə müdaxiləsinin qəti qadağandır və bu ola bilməz. Və bu əgər hər hansı bir məscid bu məsələdə şərait yaradacaqsa və ehsan verməklikdə ya da bir şərait yaradacaqsa bu məscidlər, bu axında demək cəzanı bildiyi dövlətdən ayrıdır. Bizim işimiz ibadət eləməkdir, bizim işimiz dua eləməkdir, xalqımızın dua eləyir, xalqımızın ibadət eləyir, dövlətimizə, dövlət rəhbərimizə dualar edək, ibadətlər edək Allahımıza və bu bizim əsas işimiz. Mərasimdə həmçinin bildirildi ki, mübarək Ramazan ayında hamı səbirli olmalı, Allah yolunda xeyirxah işlər görməlidir. Qurandan söhbət etmək lazımdır, Quran-ı Kərimin izah etmək lazımdır cəmaatlar. Quran-ı Kərimin dostluq və mehribanlıq insanlar arasında bərabərlik. Ramazan ayı bunun üçündür ki, insan o tox, insan acın nə çəkdiyini bilsin. Sonda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlaması ilə əlaqədar fətvası səsləndirildi. Aris Sarverdiyev, Qalib Quliyev, ATV Xəbər.
Allah tutulacaq oruclarınızı qəbul etsin. Buraxılışımız davam edir. Hindistanın Heydərabad şəhəri yaxınlığında 2 mərtəbəli otel binası çöküb. Nəticədə azı 12 nəfər həlak olub, 18-i yaralanıb. Dağıntılar altında hələ onlarla insanın qaldığı təxmin edilir. Dərhal hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Şahidlərin sözlərinə görə bina bir neçə saniyə ərzində yerlə bir olub. 80 illik tarixi olan City Light otelinin hansı səbəbdən çökməsi hələ ki məlum deyil. Lakin yerli dairələr güman edir ki, otelin çökməsinə səbəb onun uzun illər əvvəl inşa olunması və artıq istifadəyə yararsız halda olmasıdır. Qeyd edək ki, Hindistanda belə hadisələr tez-tez baş verir. Məhəmməd Mursinin devrilməsindən sonra baş verən ixtişaşlarda yaralananların sayı açıqlanıb. Bu, təxminən 1000 nəfərə bərabərdir. Bu arada ordu birləşmələri hansı səbəbdən atəş açmaq məcburiyyətində qaldıqlarına da aydınlıq gətirib. Misirdə ordu Qahirədəki Cümhuriyyət mühafizəkarları qərargahı önünə toplaşan kütləyə atəş açıb. Nəticədə azı 55 nəfər həlak olub, 300-dən çoxu yaralanıb. Lakin hərbi idarələr iddia edir ki, bir qrup naməlum silahlı şəxs sözü gedən binaya hücum eləyərək 2 əskəri qətlə yetirib, 40-a qədər həbsini yaralayıb. Yalnız bundan sonra əskərlər atəş açmaq məcburiyyətində qalıb. Lakin Mürsi tərəfdarları deyilənləri təkzib eləyir. Onlar iddia edir ki, əskər xalqa atəş açmaq əmrinə tabe olmadığı üçün öz kapitanı tərəfindən qətlə yetirilib. Bununla belə Mürsi tərəfdarları meydanlardan çəkilmir. Əskərlər İskəndəriyyədə hava limanına gedən yolu bağlayan 50 nəfəri, Qahirədə isə Mürsinin 200 tərəfdarını həbs eləyib. Ordu Təhrir meydanında təhlükəsizlik tədbirlərini gücləndirib. Artıq binaların damında snayperlər də peyda olub. Maraqlıdır ki, ölkədə qardaş qan axıdılmasına baxmayaraq, Mürsinin devrilməsini nümayişkarənə şəkildə hələ də bayram edənlər var. Bu arada əks inqilabçılar yeni baş naziri təyin edib. Hökumətə Hesablama Palatasının keçmiş rəhbəri Ziyad Bahəddin adlı şəxs rəhbərlik edəcək. Halbuki ona qədər Hərbi Şura Mürsinin devrilməsinin memarı olan Məhəmməd Əl-Baradeyni baş nazir təyin etmişdi. Lakin sələfilərin etirazı üzündən Hərbi Şura bu təyinatdan vaz keçmək məcburiyyətində qalıb. İndi Baradey vitse-prezident postuna olan namizədlərin siyasına rəhbərlik eləyir. Bəxtiyar Fətullayev, ATV Xəbər. Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edward Snowden 7 iddiayla çıxış edib. O bildirib ki, Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsi ilə Almaniyanın Xarici Kəşfiyyat Təşkilatı birlikdə çalışır. Üstəlik bir çox telekommunikasiya şirkətləri vətəndaşların şəxsi məlumatlarını Birləşmiş Ştatların Kəşfiyyat Mərkəzinə ötürür. Qeyd edək ki, hələ də Moskvada olduğu iddia edilən Snowden Alman hökumətindən də sığınacaq tələb etmişdi. Lakin bu tələbin rədd edilməsinə baxmayaraq, ölkənin Yaşıllar Partiyası Snowdenə sığınacaq verilməsini istəyir. Amerika Birləşmiş Ştatlarında məşhur televiziya şousunda yaşananlar tamaşaçıları sözün əsl mənasında mat qoyub. Ulduzlardan ibarət münsiflər heyətinin qarşısına çıxan bu şəxs uça bildiyini iddia edib. O əvvəlcə şamanların musiqisinə bənzər səslər çıxarmağa başlayıb. Məşhur teleaparıcı Howard Stern onun bu hərəkətlərinə davam gətirməyərək qırmızı düyməni basır. İştirakçının bacarığı onun xoşuna gəlməyib. Qalanları isə səbirli çıxıb və nömrənin sonunu gözləyib. Şounun iştirakçısı qəflətən yuxarı tullanıb və havada asılı vəziyyətdə qalıb. O sadəcə əl ağacına söykənib. Amma aydındır ki, bu yüngül ağac belə ağır insanı saxlaya bilməz. Belə mənzərədən mat qalan salondakılar nə baş verdiyini anlamaya çalışır. Aparıcı isə iştirakçı ilə bağlı qərarını dəyişir. Yerin cazibə qanunu alt-üst edən bu iştirakçı iddia edir ki, o təbiətin qüvvəsi sayəsində havada qalır. Skeptiklər isə əmindir ki, bu sadəcə bir fokusdur. Azərbaycanda pensiyaların artımı üçün Dövlət Sosial Müdafiə Fonduna kifayət qədər vəsait toplanıb. Bu barədə məlumat verən fondun sədri Səlim Müslimov artımın yaxın günlərdə baş verəcəyini bildirib.
6 aylığın artıq yekunlarını çıxarırıq və bizdə olan məlumata görə, operativ məlumatlara görə, yəni 6 ayın proqnozu artıqlaması ilə yerinə yetirib qeyri-büdcə sektorundan təqribən 80 milyon manata yaxın artıq vəsait toplanıb, sayır daxil olmalarla birlikdə və bu da onu göstərir ki, biz artıq pensiyaların artımını maliyyələşdirmək üçün tam maliyyə vəsaitlərinə malikik və mən elə düşünürəm ki, yəqin ki, yaxın zamanlarda bu barədə qərar olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə xəbərdarlıq edir. Ölkəyə gətirilən və standarta uyğun olmayan mobil cihazların istismarına məhdudiyyət tətbiq olunacaq. 2 ay müddətində isə mobil cihazların qeydiyyat sistemi təxminən 120 cihazın oğurluq olduğunu aşkar edib. Hazırda 12 milyondan çox e-mail nömrəsinin qeydiyyata alınmışdır və bu günlərdə bu müraciətlər davam edir. Hal-hazırda yay mövsümü olduğunu nəzərə alaraq vətəndaşlarımız xarici ölkələrə, müxtəlif yerlərə istirahətə gedirlər və bununla bağlı standarta uyğun olmayan cihazların alınmasını tövsiyə etmirlər. Yalnız zəmanətli və standartlara cavab verən cihazların alınması tövsiyə olunur ki, onların istismarına problem yaradılmasın. Əgər standartlara uyğun olmayan cihazlar şəbəkədə cəhd olunursa, sistem tərəfindən onun istismarına məhdudiyyət tətbiq olunur. Moskvada Azərbaycanlılardan ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlar zərgərlik mağazalarından oğurluq etməkdə şübhəli bilinir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə 4 Azərbaycanlı və 1 Rusiyalı qadından ibarət olan dəstə üzvləri əsasən Şimal, Mərkəz və Qərb federal dairələrində fəaliyyət göstərib. Soyğunçular təkcə Sankt-Peterburq şəhərindən ondan çox dükanı qarət edib. Cinayətkar qrupun yaşayış ünvanı və əlaqə nömrələrini tez-tez dəyişməsi isə onların həbs olunmasını çətinləşdirib. Lakin Moskva, Sankt-Peterburq və Nijni Novqorod polisinin birgə əməliyyatı nəticəsində dəstə üzvləri Moskva Mərkəzi İnzibati İdarəsində yaxalanıb. Onların üzərindən bir ədəd odlu silah tapılıb, yaşadıkları ünvana baxış zamanı isə 1 kiloqramdan artıq qızıl məlumatlar aşkarlanaraq götürülüb. Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub. Suraxanı rayonunda baş verən qəza zamanı 113 saylı marşrut avtobusu idarə etməni itirərək aşıb. Hadisə nəticəsində isə 3-ü uşaq olmaqla 13 nəfər yaralanıb. Suraxanı rayonunda yol nəqliyyat hadisəsi baş verib. 40 yaşlı Əhməd Məmmədovun idarə etdiyi Temsa markalı sərnişin avtobusu ilə 50 yaşlı İlyas Kərimovun idarə etdiyi Ford Transit markalı yük avtomobili toqquşub. Qəza nəticəsində 113 saylı sərnişin avtobusu aşıb. Qəza zamanı 13 nəfər xəsarət alıb. Hadisə qlavlı resurs sınmağından hadisi sürücünün əlindən ruli alıb aşıbdı maşın. Yollarımıza 50 qoysunlar, 50 sürət o tərəfdən, bir də 50 sürət bu tərəfdən. Bir də yollara o torbadan zaddan atırlar ki, maşınlar burada balaca sürətlə geçsinlər. 100-120 ilə sürürlər bu yolda. Ona görə də belə hadisələr olur. 4 dəfə olub belənçinə. Yola baxmırlar, torba qoysunlar, tormuz eləsinlər, 50 ilə sürsünlər, nə olar? Bərk gedirdi. Söğürdü avtobusu sola, maşın açdı söğürdü. İçində də 20 nəfər, 25 nəfər adam var. 3 saylı şəhər klinik xəstəxanasından verilən məlumata görə xəsarət alanların 3-ü uşaqdır. Bu xəstələrdən bir nəfəri 1-ci bel fəqərəsinin kompression sınığı ilə travmatologiya şöbəsinə qəbul olunub, müayinə və müalicəsi davam elətdirilir. Qalan xəstələr yüngül olduğu üçün kiçik yaralarla, əziklə müayinə olunub, yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb. Avariya oldu. Belim qırıldı. Nə bilim, bir də burada hiss elədim özüm. Faktla bağlı araşdırma aparılır. Səidə Hənifəyeva, Namiq Həsənli, Jalə Əskərova, ATV Xəbər. Tərtər rayon polis şöbəsi əməkdaşları rayonun İrəvanlı kənd sakini Mayis Əliyevin evindən qızıl zinət əşyalarını uğurlayan şəxsi saxlayıb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Yevlaq sakini 6 uşaq anası Leyla Nadirova dilənçilik edərkən Mayis Əliyevin evinin qapısının açıq olduğunu görərək mənzilə daxil olub və evdən 1000 manat dəyərində olan 2 ədəd qızıl boyunbağı və üzüyü uğurlayıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayət əməlini etiraf edib. Uğurladığı qızıl zinət əşyaları isə maddi sübut kimi götürülüb.
Digər bir cinayət işinin üstü isə Naftalan və Tərtər rayon polis əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, Tərtər rayonunda məskunlaşan Ağdamdan olan məcburi köçkün Rəsul Nəsibova məxsus VAZ 2106 markalı avtomobili uğurlayan şəxslər saxlanılıb. Məlum olub ki, Gəncədə yaşayan Əli İbrahimi və Naftalan sakini Anar Hacıyev avtomobili uğurladıqdan sonra rəngini dəyişərək satıblar. Hər iki faktla bağlı cinayət işi açılıb. Saatlı rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində isə narkotik vasitə hesab edilən çətənək yolları əkib becərməkdə məşğul olan qardaşlar saxlanılıb. Rayonun Musalı kəndində Məhəddin, Ələddin və mərhum qardaşları Yadigar Həsənovlara məxsus əkin sahələrindən ümumilikdə 7 kol narkotik vasitə olan çətənə bitkisi aşkarlanaraq götürülüb. Həmçinin iştil halında misqabda yetişdirilən çətənə bitkisi aşkarlanıb. Saxlanılan qardaşlar istintaqa ifadəsində narkotik vasitədən özlərinin istifadə etdiklərini bildiriblər. 2013 yanvar ayında tumları atmışdım oraya. Çıxmışdım. Nə məqsədlə eləmişdiniz? Özüm üçün. Özü üçün, necə özü üçün? Ara bir çəkirdim. İndi bir səhv dənə o olub. Nə məqsədlə eləmişdiniz o? Çəkmə məqsədi ilə. Eşitmişdim belə bir məqsədlə. Allah şeytana nəhlət eləsin. Səhv eləmişim. Biləsuvar rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nizami küçəsi 40 ünvanında yaşayan Ramil Xanməmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Onun idarə etdiyi Mercedes markalı avtomobilə baxış keçirərkən maşının ehtiyat təkəri saxlama yerində qanunsuz saxladığı 20 kiloqram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Digər bir əməliyyat axtarış tədbirləri Sabirabad polisi tərəfindən keçirilib. Rayonun Qaratəpə kənd sakini 26 yaşlı Alim Əliyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan xüsusi agrotexniki qaydada qulluq edilmiş 207 ədəd narkotik tərkibli çətənək yolu və 2-3 litrli qabda ümumi çəksi 1 kiloqram 171 qram olan qurudulmuş marihuana aşkar edilərək götürülüb. Dəmir yolunun kənarında pükül halda salafanın içində bir miqdar tumlar tapmışam və onların çətənə tumları olduğunu bildiyim üçün onları həyətyanı sahəmdə əkmişəm. 2 yerdə hovuzun arxası və daş hasarın yanında əkmişəm. Şirvanda baş verən avtomobil qəzasında 4 nəfər ağır xəsarət alıb. Hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alıb. Hacıqabul rayonun sakini Əli Yusif Əliyev Mercedes markalı avtomobil ilə yolun kənarında dayanan Samir Bağırovun idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə toqquşub. Nəticədə Mercedes markalı avtomobil güclü zərbədən yoldan çıxaraq arxası üstə aşıb. Qəza zamanı Mercedesin sürücüsü və VAZ 2107 markalı avtomobildə olan sərnişinlər 23 yaşlı Səidə Həmidova, 8 yaşlı Sevinç və 16 yaşlı Aysel Bağırovlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Maşının dinamo işığı yandı. Saxladım, verdim burağa saxladım. İşıqlarım da yanıqlı. Avariyində qoşmuşdum. Görümcü tormuz səsi. Səsini eşitdim, çörükmək istədim, baxım. Görümcü mənə vurdu, asfaltın ortasında 2 kuruq fırlayıb. Sabirabadda da yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hacıqabul Bəhramtəpə yolunun 40-cı kilometrliyində rayonun Bulaqlı kənd ərazisində qeydə alınıb. Şəhriyar kənd sakini 62 yaşlı Ağazadə Abdullayev idarə etdiyi VAZ 2105 markalı avtomobillə Şirvandan Sabirabad istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Tovuz rayonunda yaşayış mənzillərinin birində dəhşətli yanğın baş verib. Hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Ümumi sayəsi 65 kvadrat metr olan bir mərtəbəli, 3 otaqdan ibarət olan ev konstruksiyaları ilə birlikdə tamamilə yanıb. Yanğın söndürənlər tərəfindən yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. İlkin ehtimala görə evdə yaşayış olmayıb.
Müasir Azərbaycanın nişanı sayılan və daima inkişafda olan Asan İmza mobil telefonunda elektron imza layihəsindən daha bir yenilik. Belə ki, Asan Xidmət Mərkəzində ilk dəfə olaraq Azərbaycanda daimi yaşamaq hüququ olan əcnəbi vətəndaşa Asan İmza elektron sertifikatı və sim kartı təqdim olunub. Bugündən etibarən Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları elektron hökumətin bərabər hüquqlu iştirakçısına çevrilərək həm Azərbaycanda, həm də onun hüdudlarında olmalarından asılı olmayaraq müxtəlif elektron xidmətlərindən, o cümlədən kommersiya fəaliyyəti ilə bağlı elektron xidmətlərindən istifadə edə bilər. Yalnız bir şifrə parolu yadda saxlamaqla, yəni Asan İmzanın üzərindəki olan şifrə parolları yadda saxlamaqla vətəndaş bütün elektron xidmətlərdən, dövlət və qeyri-dövlət orqanlarının elektron xidmətlərindən yararlanmış olacaqdır. Və xüsusilə qeyd etmək istərdik ki, bu Asan İmza təkcə vətəndaşlara yox, həmçinin əcnəbilərə, yəni Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilərə və biznes sahibkarlıq subyektlərinə təqdim olunur. Bosniya və Hersegovinanın paytaxtı Sarayevodan İslam İudaizm Beynəlxalq Dialoq Konfransı keçirilib. Konfransda İslamofobiya və antisemitizm, yaxın şərq münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Daha ətraflı Rusiya və Şərqi Avropa üzrə xüsusi müxbirimiz Elzar Ağayev Sarayevodan xəbər verir. Başlayaq İslam İudaizm Beynəlxalq Konfransının keçirilməsi üçün seçilən ölkədən. Əhalisinin fərqli dini konfessiyalara məxsus olması Bosniya və Hersegovinanın tarixinə təəssüf ki, daha çox faciəvi çalarlarla həkk olunub. 18 il öncə baş vermiş və 8370 Bosniyalının həyatına son qoymuş Srebrenica qətliamını xatırlamaq kifayətdir. İslam İudaizm Beynəlxalq Konfransının Sarayevoda keçirilməsi əsas məqsədlərindən savayı həm də Balkanlara dini milli barış, dialoq və tolerantlıq mesajı daşıyırdı ki, bu region ölkələrinə, xüsusilə müsəlman serb və xorvatlar arasında həssaslığın hələ də aktual olduğu Bosniyaya hava su kimi lazımdır. İnsanların fərqli dinə mənsub olmaları onların mövcud olmaq və ya olmamaq səbəbi ola bilməz. Amma təəssüf ki, biz tarixdə, elə öz ölkəmizin keçmişində bunun əksini görürük. Dünyanın bir çox bölgələrində, o cümlədən Balkanlarda minlərlə insan dini baxışlarına görə qətlə yetirilib. Ona görə də İslam İudaizm Beynəlxalq Dialoq Konfransının Sarayevoda keçirilməsi bizi sevindirir. Burada aparılan müzakirələrin effektivliyinə inanıram. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının patronajlığı altında təşkil edilən konfransa 39 ölkədən 100-ə yaxın nümayəndə dəvət edilmişdi. İştirakçılar 6 komitəyə bölünərək İslamofobiya, antisemitizm və digər mənfi hallar haqqında fikir mübadiləsi apardılar. Bu stereotiplərin aradan qaldırılması üçün həm Yəhudi, həm də müsəlman icmasının fikirləri gözdən keçirildi. Dünyanın hər tərəfindən 100-dən artıq müsəlmanın və Yəhudinin bir araya gəlməsi, onların narahat edən məsələləri bir-biri ilə açıq şəkildə müzakirə etməsi artıq bizim uğurumuzdur. Çalışırıq ki, konferans iştirakçıları İslamda və Yəhudilikdə gender məsələləri, dini inancların birgə mövcudluğu, yaxın şərq münaqişəsi kimi məsələlərə daha çox yer ayıraq. Biz dialoqla müxtəlif inanclı insanları bir-birinə yaxınlaşdırmaqla gərginlikləri aradan qaldırmağın mümkünlüyünə inanırıq. İkinci Dünya müharibəsi zamanı Balkanlardakı müsəlmanlar Yəhudiləri öz aralarında gizlədib ölüm düşərgələrindən necə qorumuşlarsa, 1992-95-ci illərin qanlı toqquşmalarında Yəhudilər də o cür Bosniyalı müsəlmanların həyatını xilas edə bilmişdi. Konferans boyunca iki konfessiyanın tarixinə şərəflə yazılan bu cür faktlar nümayiş etdirildi. Elzar Ağayev, Azad Azərbaycan Televiziyasının Rusiya və Şərqi Avropa bürosu, Sarayevo. ATV xəbərə baxırsınız. Meyvə tərəvəz nə qədər baha olsa da alıcılar onun yayda istər-istəməz ucuzlaşacağına ümid edirdilər. Amma yay gəldi, qiymət isə elə həmən baha qiymətdir. Bazarlarda qiymət od tutub yanır deyirlər. Alıcıların və satıcıların fikri isə yəqin ki, sizin üçün də maraqlıdır. Əksər meyvə və digər məhsulların mövsümü olmasına baxmayaraq, bazarlarda qiymət od tutub yanır. Bir həftə bundan qabaq bazarda apardığımız çəkiliş zamanı müşahidə etdiyimiz qiymətlər dəyişməz olaraq qalır. Əksinə, bir qədər də artım var. Satıcılar deyir ki, qiymətlərin baha olmasının səbəbi onlardan asılı deyil. Qartoflar 70 qəpiyə, 80 qəpiyə, 60 qəpiyə, hər cürə qartoflar. Biz özümüz aldıq Ortaboydan 55 qəpiyə. Bunun maşın pulu, rasxodu
Heç nə gəlib düşmür. 10 qəpiyə çörək puluna dururuq. Bunu istehsal edən şəxs özü gətirsə, əlbəttə bu həddindən artıq aşağı qiymət olar. Alıcılar da qiymətlərdən razı deyil. Keçən ildən nisbətən hardasa belə bəzi məhsullarda 100%-ə qədər artım belə müşahidə olunur. Keçən il məsələn bu vaxtı gilası 1 manat 50 qəpikdən məsələn alıb hamı bişirmək üçün 1 manat 50 qəpikdən alırlar. Mən özüm də 1 manat 50 qəpikdən almışam. İndi bu illəri hardasa 3 manat deyir. Qiymətlərdə artım dəyişiklik çoxdur. Gilasda da var, ərikdə də var, şaftalda da var, hamısında var. Bəs mövsüm olmasına baxmayaraq sözü gedən məhsulların qiyməti niyə bahadır? Məhsul istehsalçıları bunu yolda çəkilən xərcin çox olması ilə əlaqələndirirlər. Çəkilmə nişandır, deyirəm ayı 55 manatdır. İndi o da yəni 12 ay 55 manat. 12 ay. Hə, 12 ayadır, hər ay 55 manatdır. Bəli. O deməli o 12 aya onu vuranda hardasa 700 manat edir. 700 manat edir. Bəli. Plusdakı yük daşımalar 40 manatdır. Aylıq. O da aylıq. O da aylıq hər aydır. Yəni o da 12 ayın 12-sini də almalı olsuq. O da 480 manat. Heç mən bu maşınla heç 1200 manat, heç 1000 manat qazanam belə. Digər bir problem isə kəndlinin bölgələrdən min bir əziyyətlə becərib paytaxta gətirdiyi məhsulu istədiyi bazarda sata bilməməsidir. Elə bazar var ki, içməyə vuraq həndəvər qoymazlar. Kənd Təsərrüfatı Nazirliyində də problemdən xəbərdardılar. Bazar komlar onların başını oynaşır. O alverçilərin əli ilə alırlar. Onlar alırlar ucuz qiymətə, burada üstə qoyub bir baha qiymətə, onlar maraqlıdır. Xüsusi qurum yaranmalıdır. O qurum istehsalçıdan məhsulu alıb yerində vəsaitini ödəməlidir. İstənilən yerə də qurum özü müqavilə əsasında qabaqcadan bazarı öyrənmək şərti ilə istər respublika daxilində, istərsə respublikadan xaricə məhsul göndərməlidir. Fermerin bazara girməsində çox böyük problem var. İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər icra hakimiyyəti, rayon deməli qurumları marağında olmalıdır ki, istehsal olunan məhsulu kəndlilər gətirib Bakı şəhərində istehlakçılara ucuz sata bilsin. Elşad Feyzullayev, Vurğun Məmmədov, Əsmər Bayramova, ATV Xəbər. Bəli, gücümüz çatan qədər belə deyək, cibimizə uyğun bazardan alış-veriş etdik. Daha sonra üz tuturuq marketlərə. Evdə çatmayan 1-2 ərzağı almaq üçün. Amma bir də görürük ki, nə? Zəmbili doldurmuşuq. Yəqin ki, bu halla hər birimiz rastlaşırıq. Sən demə, bunun başlıca səbəbi alıcı psixologiyasına dərindən bələd olan marketoloqların istifadə etdikləri marketinq hiylələridir. Tez gəlirsiniz bazarlıq eləməyə? Bəli. Demək olar 2 gündən bir burada oluram. Çörək pendir alacaqdım səhər üçün. Tez olsun evdə. Xeyli bazarlıq eləmişsiniz. Hı. Amma gördüyüm seçim çox olduğuna görə bir-iki şey də vardı, onları da götürdüm. Bu xanım kimi çoxumuz dükan bazara zəruri ehtiyacımız olan məhsul almağa getsək də, oradan əli dolu çıxırıq. Səbəb isə alış-veriş həvəskarı olmağımız yox, daha çox bizi buna vadar edən marketinq hilələrdir. Düzdür, bu termin bizim üçün hələ yenidir, amma bilmədən də onun təsirlərini görürük. Məsələn, siz elə bilirsiniz çörək, pendir kimi ən lazımlı məhsullar mağazanın sonunda təsadüfən yerləşdirilir. Demə, marketinq strategiyasında ilk yerlərdən birini tutan bu metod əslində alıcını marketdə daha çox gəzməyə məcbur edirmiş. İnsan psixologiyasına görə marketoloqlar tərəfindən müəyyənləşdirib ki, müştəri mağazaya daxil olduğu zaman ilk hərəkət istiqaməti sağ tərəf olur. Və sağ tərəfi olduqdan sonra bunun həmin o rəflərin düzülüşü, həmin orada bütün rəflərin yerləşdirilməsi nəticəsində müştəri bir məhsul alana kimi əslində bütün ticarət mərkəzini, həmin supermarketi hərəkət etmiş olur. Alıcını alış-verişə vadar edən metodlardan biri isə marketoloqların qızıl pillə adlandırdığı məhsulların rəflərdə düzülüşü prinsipidir. Qızıl pillər insanların göz kontaktı ilə önəmli olan pillələrdir. Bu təxmini olaraq orta yaşlı xanımlar və bəylər üçündür. Uşaqlar üçün isə qızıl pillə əsasən ən aşağı pillələr nəzərdə tutulur ki, təbii ki, valideyn meyli olmaya bilər ki, uşağı üçün hər hansısa bir oyuncaq deyək, uşaq üçün lazım olan ləvazimatı alsın, amma uşaq onu görüb valideyndən tələb etdikdən sonra, yəni bu da önəmli olan bu dəfə uşağa təsir etmək və uşağın diqqətini cəlb etməkdir. İri marketlərdə tövsiyə edilən zəmbillər daha çox bazarlıq edə bilərsiniz mesajını verir. Zəmbil boşluğu alıcıda diskomfort yaradır və tez bir zamanda onu doldurmaq istəyir. Bu cür marketinq taktikalarını geyim mağazalarında da görə bilərik. Əksər vaxtlarda işə yarayan müxtəlif endirimlər əldə qalan məhsullara xitab edilən hiylədir. Mağazada böyük güzgü önündən keçdiyimiz zaman da mütləq özümüzə nəzər yetiririk və nəticədə təcili nəyisə almalıyam fikri oyanır. Hər hansı bir 100 azeyinlik bir məhsulun
99,9 AZN satılması. Bu təbii ki, birbaşa qiymət psixologiyası ilə əlaqəlidir. Müştəri gördüyünüz zaman, onu 99 AZN gördüyü zaman təbii ki, sonra düşünür ki, hə, bu 99 yazılıdır, bunu 100 də yaza bilərdir. Amma önemli olan iki təsirdir. İlk təsir nədir? 99 AZN görürsə, o artıq onu 90'a tərəf yönləndirir və onu 90 AZN ətrafında dəyərləndirir. Aynur Qarayeva, Qalib Quliyev, ATV Xəbər. Bəli, marketinq hilələrini bildik. Bunun da belə də zəmbilləri doldurma səbəbimizi də bildik. Amma bilmədiyimiz bir neçə məqam hələ də qalır. Doldurduğumuz həmən o zəmbildəki məhsulların keyfiyyətli olub-olmaması məsələsi. Məsələn, ən çox səhər yeməyində yediyimiz və milli mətbəximizin dadlı təamlarını hazırlayarkən istifadə etdiyimiz kərə yağı bu dəfə yoxlama məhz kərə yağları üzərində aparıldı. Nəticə isə yenə də tükürpədicidir. Əsəbləri zəif olanlar ekran qarşısından çəkilməyə bilərsiniz. Hər halda əksəriyyətimizin gündəlik istifadə etdiyi qida məhsulu olan və bəzən kərə yağı adı altında satılan saxta yağlardan söhbət edəcəyik. İndi əksər dükan və bazarlarda ekoloji təmiz yazılmış, əslində isə heyvan piyindən, bitkilərdən və müxtəlif kimyəvi qatqılardan hazırlanmış yağlara rast gəlmək mümkündür. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son 6 ayda bazar və dükanlarda apardığı yoxlamalar zamanı da süd və süd mənşəli məhsullarda, eləcə də yağlarda bakterioloji çirklənmə aşkar edilməsi məsələnin nə dərəcədə ciddi olduğunu deməyə əsas verir. Əsasən xaricdən gətirilən yağlar, məsələn, silvitrin yağlarda 7 manata var, 8.50-yə var. İstehlakçıların əksəriyyəti isə yedikləri yağdan xəbərsiz olduqlarını deyir. Mən nə bilim o nətərdir. Allahım aparım, pişirirəm, uşaq da yer böyük də. Bu dəqiqə mədəm ağrıyır. Nə bilim, indi nədəndirsə bilmirəm. Bazarda keyfiyyətsiz yağlar dəhşət dərəcəsi çoxdur. Amma qiyməti çox baha qoyurlar. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov deyir ki, istehlakçılar təsadüfən əldə satılan yağları almaqdan çəkinməlidir. Onun sözlərinə görə indi əksər bazar və dükanlarda satılan yağlar saxtadır və bu yağlar ekoloji təmiz deyil. Yağların əksər hissəsinin kərə yağı ilə, ərilmiş kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Əslində müxtəlif piylərin, bitki yağlarının qarışıqlığından hazırlanmış, müasir texnologiyalar istifadə olunmuş yağlardır. Belə yağlar əlbəttə açanda ərilmiş kərə yağının iyini, dadını, qoxusunu verir. Lakin əhali bilməlidir ki, kimyəvi maddələrlə asanlıqla digər yağları, bu cür yağları imitasiya etmək mümkündür. Tez-tez istehlakçılar tərəfindən yağlarla bağlı Azad İstehlakçılar Birliyinə şikayət edildiyini deyən Eyüp Hüseynov deyir ki, xaricdən gətirilən yağların əksəriyyəti istehsalçıların rəğbətini qazandıqdan sonra işbazlar tərəfindən saxtalaşdırılır. Çox təəssüflər olsun ki, hər səhər Qatar vağzalında güya rayonlardan gətirilmiş ağ rəng verən, güya camış yağı olan yağlara əhali tələbat yaradır. Əhali bilməlidir ki, əksər hallarda belə yağların içərisinə salafanı əridib qarışdırırlar və əksər hallarda belə yağların içərisinə piylər qarışdırılır və heç də təmiz camış və yaxud inək yağı deyil. Qeyd edək ki, kərə yağı kəsildikdə qat-qat görünməyən görkəm verməlidir. Həmçinin kərə yağı əridikdə torta deyilən ayran ayrılmalıdır və turşməzə dadı verməklə xüsusi iyə malik olmalıdır. Yeri gəlmişkən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu aydan etibarən bazarlarda saxta və gigiyenik norma və tələblərə cavab verməyən yağ, eləcə də süd məhsullarının aşkarlanması üçün reydlərə start verib. Sualə Cavanşir, Qalib Quliyev, ATV Xəbər. Ötən buraxılışlarımızda təqdim etdik ki, ətin və ət məhsullarının və bugün təqdim etdiyimiz, izlədiyimiz süd və süd məhsullarının yağın keyfiyyətsizliyi. Valla yaxşıdır ki, bu qədər bu məhsullarla qidalanan körpələrimizin səhhəti və zehni inkişafında heç bir problem yaranmır. Bəli, zehni güclü olan, öz istedadı ilə həmyaşıdlarından fərqlənən uşaqlardan danışacağıq. Hesab maşını, kağız, qələm istifadə etmədən yalnız insan zehninin gücü ilə tez bir zamanda riyazi əməliyyatları yerinə yetirmək mümkündürmü? Mümkündür. Amma təbii ki, onu hər kəs bu uşaqlar kimi bacarmır. Artıq 8 aydır fəaliyyət göstərən tədris mərkəzində biliklərini artıran bu uşaqlar digərlərindən elə bu istedadlarına görə fərqlənirlər. Nə bilmək olar, bəlkə də onların içərisində gələcəyin dahi riyaziyyatçısı da çıxacaq. Uşaqların mental aritmetik inkişafını təmin edirik. Uşaqların yaddaşını gücləndirmək, onların zehni bacarıqlarını formalaşdırmaq, fotoqrafik yaddaşlarını qüvvətləndirmək, uşaqların dərrakəsində, yaddaşında menar vasitəsilə, yəni riyazi hesablamalar vasitəsilə beynin hər iki yarım kürəsinin inkişafını
əldə etməyə çalışırıq. Havaların isti, məktəblərin bağlı olmasına baxmayaraq, həvəslə zehinlərini müxtəlif üsullarla inkişaf etdirən uşaqlar burada tək rəqəmli, 2 rəqəmli, hətta 3 rəqəmli ədədlər üzərində riyazi hesablamalar aparmağı öyrənir, həm də heç bir vasitə olmadan. Burada öyrəndiklərinə sənə dərsdə kömək olur? Çox kömək olur. Nə kömək olur? Dərsdə hamıdan tez hesablayıram. Anzan eləməyə gəlirlər. Anzan nədir? Anzan biz televizorda rəqəmlər çıxır, biz onu toplayırıq. Toplayanda belə, çıxanda belə. Anzanı çoxlu rəqəmlərlə eləyəndə adamın beyni ölgəşir. Onda da başqa vaxt həmin rəqəmlər çıxanda asanlıq eləyirsən. 4-12 yaş həddində uşaqlar üçün nəzərdə tutulan bu proqram rəqəmləri bilməyən kiçik yaşlı uşaqlara belə asanlıqla riyazi əməliyyatları yerinə yetirməyi öyrədir. Neçə yaşın var Murat? 5. 5 yaşın. Mənə xoşuna gəlir? Hə. Nə xoşuna gəlir burada? Burada abaksla işləmək, göydə işləmək, bir dənə də toplama çıxarma var eləmək. Burada müxtəlif adlarda formulları öyrədərkən bir sıra hesablama vasitələrindən də istifadə olunur. Mental kart və abakus hər ikisində sərbəst sürətli işlədikdən sonra anzan olaraq, yəni sadəcə bunların heç birindən istifadə etmədən, sadəcə barmaqlarının köməkliyi ilə gözlərinin qabağında abakusu canlandıraraq hesablamağı öyrənirlər. Qeyd edək ki, sözügedən tədris mərkəzində əsası 2008-ci ildə Türkiyədə Xalid Şən tərəfindən qoyulan bu metodla 70 uşaq məşğul olur. Elvira Rəfiyeva, Rəşad Əbilov, Tural Əzimov, ATV Xəbər. 1944-cü ilin bugünündə Sovet Sosialist Respublikası İttifaqı Ali Sovetinin rəyasət heyəti Qəhrəman Ana fəxri adını və ordenini, eləcə də Analıq şöhrəti ordeni və Analıq medalını təsis edir. Qəhrəman Ana ordeni isə 10 və daha çox övlad sahibi olan analara verilir. Bizim qəhrəmanımızın isə nə az nə çox düz 20 evladı var. İndi hər ilin bu gününü Rəfiqə Ananın evladları Qəhrəman Ana günü kimi qeyd edir. 20 uşağın anasıyam, söz yoxdur. 2 dənə də qızıl ordulu almışam. İkisi ölüb, hamısı bilir, 18-i hüzurdadır. 5 oğlan da o, 13 dənə qızdır. Rəfiqə nənə, soyadı Qəhrəmanova, özü də Qəhrəman Ana. Bəli, Rəfiqə xanım 20 uşaq böyüdü, boya başa çatdırıb və bununla fəxr edir. Deyir, indi uşaq böyütməyə nə var ki? İndiki dövr olsaydı uşaqlarının sayını biraz da artırardı. O vaxt iş güc də çox olub. Bilmirdin, işə yetişəsən, yoxsa övladlarının nazı ilə oynayasan. Onlar da sağlanmağı mənim balam indi güc istəyir də. İndi onlar 4-5 uşaq boya çatan kimi ki, onlar bir-birini saxlayan kimi hesabla mən candan oldum. O vaxtı da adamı gündə 3 dəfə işə aparardılar. Gündüzcən bicara gedərdik, gündüzdən sonra soğan çıxartmağa gedərdik. Axşam soğan kəsməyə gedərdik anbar həyatına. İndi deyilən ana, sən bu balaları nə cür saxlayıbsan? Rəfiqə Qəhrəmanova Astara rayonunun Şiyakaran kəndində yaşayır. 1954-cü ilin aprel ayının 18-də Astaranın Pensər kəndindən Şiyakaran kəndinə gəlin köçüb. Rəfiqə nənə deyir ki, gəlin köçəndə hər iki tərəfin valideynləri uşaqları çox istədiyindən onlara tövsiyə ediblər ki, uşaqlarınız çox olsa yaxşı olar. Elə valideynlərin bu arzusu ilə Rəfiqə nənə dünyaya 20 uşaq gətirib. Bu Qəhrəman anadır. Bu da qızıl orduldur. Bu Qəhrəman anadır. Bu Udarnidir. Savğuzda Udar olmuşam. Bu mənim veteran ordurumdur. Bunlar da hamısı işləmişəm, olmuşam. 40 il stajım var. Turdavıyda məndadır. 20 övlad sahibi olmaq ona bəzi çətinliklər də yaradır. Çətinlik deyəndə ki, övladlarının ardıcıllıqla adlarını sadalamaqda müəyyən qədər düşünməli olur. Birinci uşaqdan axırıncı uşağa qədər adları yadınızdadır. Saya bilərsiniz bitsin. Salmandır, Teyibdir, Bağdagüldür, Aygündür, Tayyaradır, Nargüldür, Ruhiyadır, Hacibanidir, Güloradır, Validadır, ondan sonra dayandım, Temurdur, Nur Məhəmməddir, ondan sonra Şəfiqədir. Qaldım, babanın kimdir? Yaddan çıxdı. Mən bir uşağın qayğısını çəkə bilmirəm. Yəni onun nazını çəkə bilmirəm. 18 dənə toy eləmişəm. Ondan ikisi qaçıb. Mən sül arzulayıram. Cavanlara uşaq istəyirəm. Mənim arzum budur. Əzinkilərə də deyirəm. Qeyd edək ki, 20 uşaq anası Rəfiqə nənənin övladlarından bəziləri də Qəhrəman Ana hesab edilir. Tural Əzimov, İlkin Rzayev, Zaur İsmailov, ATV Xəbər.
Valla, əllərindən öpürəm. Ay qəhrəman anamız, Rəfiqə ananın, nənənin timsalında da bütün yaşayan qəhrəman analarımızı təbrik edirik. İbrət götürüləsi analardır. Hardasa birazcık xəcalət də çəkdim. 2 uşağı boya başa çatdırmaqda çətinlik çəkirik. Bir daha sizə can sağlığı arzu edirik. Buraxılışımız davam edir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Qafqaz Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı və Gürcüstanın analoji qurumlarının dəstəyi ilə Qafqazda münaqişələr, tarix, bugün və həll perspektivləri mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə açılış nitqi söyləyən Fərhad Məmmədov bu beynəlxalq konfransın Cənubi Qafqazdakı mövcud problemlərin həllinə yardım məqsədi ilə təşkil olunduğunu bildirib. Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmailov, Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov və digər natiqlər konfrans iştirakçılarına səmərəli fəaliyyət arzulayıblar. 4 paneldən ibarət olan tədbirdə regional münaqişələrin tarixi zəminləri, regional münaqişələrdə təhlükəsizlik və geosiyasətin məqamları, regional münaqişələrin dinamikasında etnik və dini amillər və digər mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır. Konfrans Bakıda işə başlasa da Qəbələ şəhərində davam edəcək və sonda Tiflis şəhərində konfransın yekun iclasları keçiriləcək. Və sonda, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gələcək və İnkişaf Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi layihəsi çərçivəsində tədbir keçirilib. Bildirilib ki, tədbir gənc seçicilərin xüsusilə də ilk dəfə səsvermə prosesində iştirak edəcək gənclərin maarifləndirilməsinə yönəlib. Tədbirdə çıxış edən birliyin sədri bildirib ki, bu layihə rayon ərazisində yaşayan 500 nəfər ilk dəfə səsvermə hüququ qazanan gəncə əhatə edir. Layihə çərçivəsində gənc seçicilərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan qaydalar, seçkidə müşahidəçi qismində iştirak etmə hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı xüsusi təlimlər keçirilib. Layihənin həyata keçirilməsi üçün hazırlanan maarifləndirici materiallar layihədə iştirak edən gənclərlə yanaşı, layihəyə qatılmayan digər gənc seçicilərə də paylanılıb. Günün bitib, xəbərin bitmədiyi ünvanda ATV Xəbərdə idiniz.